Ünvanlı sosial yardıma görə müraciət eləyən şəxsin görün evini necə yoxlayıblar. Bir vətəndaş mənə səs göndərib, yoxlama bu gün Ağstafada baş verib. Belə ki, orada yerli regional bölmə sosial yardıma görə müraciət edən ailənin evini yoxlayıb. 4 dəfə də yoxlamaya gediblər. Hətta bugün gediblər, papam mənə zəng vurub, çox belə pis oldumlar, biabır oldum. Allah. Yəni bu biabırsılıqdır, konkret biabırsılıqdır. Girib ayaqlığında sən, yəni üzr istəyirəm, çox üzr istəyirəm falan bir şey. Ayaqlığında sən untası qaldırıb orada nə axtarırsan ki? Yəni orada sizdə nə ola bilər ki? Orada girməyin adı nədir? Orada yəni heç şey ola bilməz. Saç şampununu bir ləyənə tökür. Bunun içində nə var axı? Sən bunu niyə belə tökürsən? Niyə ağıl yaşlı insanlara əziyyət verirsən falan belə? Təkrar bağa keçiriblər, bağdan ölçü eləyiblər. Ölçü eləyiblər, daha doğrusu bu bağ nə qədərdir? Misal üçün 16 sot. Burası bu kimindir? Bu niyə böyükdür? Bura ağac neçənin ağacıdır? Bu nə dərəcədə düzgündür? Qardaş, bu nə olan şeydir? Başına dönüm. Əsəbdən, yəni bilmədim neyniyəm. Götürdüm 142 qaynar xəttə zəng elədim, şikayətimi bildirdim. O da operatordur. Operator neynəsin? Dedi, gəl Sosial Müdafiə Nazirliyinə falan belə. Biabırçılıqdır. Deyir, toyuğunuz sizin neçədən yazılır? Misal üçün yazılıb 10 dənə deyir, bu düzələr kimindir? Bunu toyuq zaten yazıza yumurtaya düzə çıxardır. Bunu yumurtaya düzə çıxardanda Sosial Müdafiə Nazirliyinə zəng olub deyir ki, mən yumurtaya ya yox da, yəni bax belə bir bərbad vəziyyətdir. Andal Allaha, papam yazıq kişi əsəbində deyib, bir sosial verənin də lənət, sosial ağanın da lənət, gedin, kəsin, neynəsin, edin, yaşlı adam bu neynəsidir. Bu artıq sosial yardım yox, sosial biabırçılıqdır. Cəmaatın tualetinə niyə girirsiniz? Cücələrin haqq hesabını niyə aparırsınız? Həm ağlamalıdır, həm də gülməli.